Bu da evin içidir. Bak bu da su. Bu ev özü də təhlükəli vəziyyətdədir. Yəni bu tərəfdə uçmağa hazırlaşır. Müvəqqəti palatka ilə örtüblər burada. Çünki yaşamağa yerləri yoxdur buradan başqa. Bu da evin içidir. Hal-hazırda bak evin altı da sudur. Baxın. Yəni burada heç yaşamağın adı yoxdur. Müəyyən qurumlara xahiş edir ki, yəni bu ailəyə köməklik göstərsinlər. Heç olmasa bir çadır da olsa versinlər. Kənan Zülfqarov, Kürdəmir rayon təşkilatının sədri. Yaşadığımız yer buradır, bax. Hal-hazırda ev uçub, qalmışıq çöldə. Yəni, gözümüzü bir dənə buna tikmişdik ki, burada qalırdıq. Bu da uçulub, qalmışıq çöldə. Yatmağa yerimiz yoxdur. Yəni, ailədə körpə uşaq. Yəni, yaşayışda bu vəziyyətdədir. Gördüyünüz kimi. Ev uçub, axşamdan bura qalmışıq çöldə. Yəni, yatmağa yer yoxdur. Gördüyünüz kimi. Yəni, bu vəziyyətdədir. Hər tərəfindən su damır. Hər tərəfindən. Və burada qalırdı. Kasımın olan bir dənə damxamız vardı, o da uçdu. Axşam yatmışdıq, səhər durduq, gördük ki, bir tərəfi uçub. Yəni, bu vəziyyətdədir. Burası partlayıb. Bura vafşe uçub. Bir tərəfi yoxdur. Yəni, evin içi görsənir burada. Buranın, yəni qabaq tərəfində su basıb. Gördüyünüz kimi. Yəni bu vəziyyətdə.